Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, onun həyat yoldaşı Gülnar Müzəffərova və qayını Qasım Xankiyevin cinayət işi üzrə məhkəmənin növbəti baxış icrası keçirilib. Bakı Azadlıqlar Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədri ilə keçirilən iclasda təqsirləndirilən şəxs Qasım Xankiyev bildirib ki, hadisə baş verən gün bacısı ona zəng edərək evə çağırıb. Digər təqsirləndirilən şəxs Elşən Müzəffərovun sözlərinə görə Səxavətin öldürülməsi ilə bağlı qayını ilə plan cızıblar. Arvadım Gülnar qonşumuz Səxavətin mən Rusiyada olanda dəfələrlə onu zorlaması əməlini deyəndə Səxavəti cəzalandırmağa qərar verdim. Bu barədə Qasıma deyəndə o söylədi ki, Səxavətin cəzası ölümdür. Mən öldürəcəm. Sən üstünə götürərsən. Planı Qasım qurdu. Səxavətin işdən qayıtmaq vaxtına kimi öyrənmişdik. Onun gəlişi üçün Qasım küçədə, mən isə həyətdə gözlədim. O gələn kimi Qasım üstünə atılıb ona həyata saldı və boğdu. Gördüm ki, mərhumun nəfəsi kəsilmişdi və o artıq ölmüşdü. Köməkləşib onu quyuda bastırdı. Yoldaşım Gülnar bu qətldə iştirak etməsə də, lakin onu öldürəcəyimizi bilirdi. Digər təqsirləndirilən şəxs Qasım Xankiyev məhkəməyə bildirdi ki, ibtidai istintaq dövründə ifadəsini təzyiq altına verib. Hadisəni Elşənlə birgə törətməmişəm. Mən həyətə girəndə artıq gördüm ki, Səxavət ölüb. Mən yalnız meyidin quyuda bastırılmasında iştirak etmişəm. Bu söhbəti mən biləndə bacıma dedim ki, sənin ucbatından biri qəbrə, digəri isə türməyə gedir. Sən də ip götür, özünü də as öldür. Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəlçal qəsəbəsində baş verib. Qəsəbə sakini 1986-cı il təvəllüdlü Səxavət İsmailov, qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və onun arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıkları evin həyətində boğularaq öldürülüb. Meyit isə həyətdə bastırılıb. Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər, Qasım Xankiyev də müəyyən olunaraq saxlanılıb. Hər üç təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.